Hər zaman deyirik, zob xəstələrinin müalicəsində çox gözəl nəticələrimiz var. Bütün zob xəstələrinin müalicəsində istər diffuz toksik zob, yəni zəhəri zob olsun, ya düyünlü zob olsun, ya yəni tiroidit xəstəliyi olsun, bütün zob xəstələrinin müalicəsində çox gözəl nəticələrimiz var. Ona görə də təbii ki, zob xəstələri adları kimi özləri də kəskin fərqlənirlər. Düyünlü zobda adına göründüyü kimi düyün olur, bəzən qarışıq olur, həm diffuz toksik zob olur, həm də düyünlü olur. Yəni orada zəhəri zob olanda orada ürək döyüntüləri artır, kəskin arıqlama ola bilər, tərləmə ola bilər, sinir sistemi pozulur, yuxu pozulur, saç tökülə bilir. Yəni düyünlü zobda da orada ola bilər ki, düyün var, orada analizlər normal göstərsin və yaxud da ki, əksinə düyün də var, həm də diffuz zob var, yəni Hashimoto xəstəliyi var, tiroidit var. O zaman da görürsən, əksinə halsızlıq olur, piyələnməyə meyillik olur, yuxulluq olur, qəbzliyə meyillik olur. Yəni fərqlənirlər o adları kimi də, şikayətləri də. Bütün zob xəstələrinin müalicəsində də dediyim kimi Doktor Seyfəddin klinikasında elə ilk bir neçə gündən sonra xəstələr bəzən hətta birinci gündən effektini duyurlar. Çox gözəl. Elə bugün bizim bir pasiyentimiz var, Afərin xanım. Peterdə yaşayırlar, Peterburqda, Sankt-Peterburqda. İndi buradadır, anası Çimnaz xanımdan gəlmişdi və getdi, qəbul elədi, müayinə olundu. Yəni böyüyürdü düyünlər. Çox şükürlər olsun ki, artıq o proses dayanıb. Yenə də müalicəmiz davam eləyir. Geri gəlmişkən həmi salamlayıram Çimnaz xanımı da, Afərim xanımı da.